Salam, xoş gördük əziz dostlar, həmkarlar. Bu gün biz son dönəmin ən çox müzakirə olunan mövzulardan biri, əslində elə bütün dönəmlərdə müzakirəsi vacib olan, xüsusilə də cənab prezidentin axır vaxtlar onun çıxışındakı bizim əgər dilimizdə əzəli bir söz varsa, biz onun ekvivalentini, alternativini başqa yerdən axtarmamalıyıq, öz dilimizin köklərinə qayıtmalıyıq sözündən sonra bu geniş vüsət aldığı müzakirələr. Biz də bu müzakirələrin davamı kimi ədəbiyyatşünas, tənqidçi, millət vəkili Elnarə xanım Akimova və ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli ilə bir yerdə istəyirik bu mövzunu bu dəfə də belə öz formatımızda gündəmə gətirək. Mən sualları hər ikinizə ünvanlayıb başlayacağam, amma sonra müəyyən hissəsindən sonra istəyərəm ki, auditoriyada suallarını belə deyək də, bu gedişatda beynində formalaşdırıb qoşulsun bizə, bir interaktiv olsun söhbətimiz. İstəyirəm söhbətdə bu suala oradan başlayaq ki, Elnarə xanım. Biz başlıq kimi bir ənənəvi bir məcazdan istifadə edirik də, dilin saflığının qorunması. Mən də bəzən özlüyümdə bu dilin saflığının qorunması sözünə alternativ kimi belə fikirləşirəm ki, indiki bu qloballaşan dünyada dilin saflığını qorumaq biraz çətin məsələdir. Bəlkə biz bunu belə dilin əzələsini bərkitmək, nə bilim, immunitetini möhkəmləndirmək əvəz eləsək, daha başqa bir məcraya keçə bilərik. Ümumiyyətlə necə düşünürsünüz? Bu dilin saflığının qorunması yaxud əzələsinin bərkidilməsi deyəndə ilk ağlımıza gələn nə olmalıdır? Təşəkkür edirəm. Mən əvvəla minnətdaram ki, belə bir mövzunu bugün müzakirə predmesi seçmisiniz. Ümumiyyətlə, Prezidentin noyabr ayının 3-də Akademiyanın yubileyində o çıxışından sonra dillə bağlı müzakirələr ard-arda keçirilir, müxtəlif qurumlarda, instansiyalarda. Amma mən deyim ki, dillə bağlı məsələlər elə ən çox ədəbiyyatşünasları, ziyalıları, yadçı şair kəsimlərini, ümumiyyətlə universitet auditoriyalarını həmişə maraqlandıran mövzu olub və dilin də saflığının keşiyində elə ən çox yadçı şairlər, ədəbiyyatçılar dayanıblar. Bu illərlə, yəni bu təcrübə hamıya məlumdur. Prezident həmin çıxışında sizin vurğuladığınız kimi Qismət bəy, həm yəni iki məqama toxundu ki, birinci dilin saflığının qorunması, ikinci ən zəruri hallarda alınma sözlərə müraciət etmək. Yəni bugün yəni dünyada olan 6000, 7000 dillərin demək olar ki, yarısı sıradan çıxmaq üzrədir. Yəni davam gətirə bilmir rəqabətə. Bu rəqabət də nədir? Yəni qloballaşmanın dil üzərində təhdidləri var. Və istər-istəməz də bu rəqabətə dözə bilməyən dillər, yəni sıradan çıxmaq üzrədir. Biz də kiçik coğrafiyaya malik bir dövlət dili statusunu daşıyırıq və təbii ki, buna görə də dilin saflığının keşiyində mütləq şəkildə dayanmalıyıq. Mən bu məsələ məni bir ziyalı kimi həmişə narahat edir və elə daim çıxışlarımda, bəlkə də elə uşaq ədəbiyyatı ilə bağlı, yəni çıxışlarımdandır elə gələn bir haldır ki, ümumiyyətlə etnomədəni deyilən bir yaddaş var və etnomədəni yaddaşın keşiyində hər bir zaman dilin saflığını qorumaqla dayanırlar və bunun bir tərəfi də elə uşaq ədəbiyyatını biz deyirik ki, elə qorumağa dayanıqlanır. Niyə görə? Məsələn, bugün mən dönə-dönə deyirəm dərsliklərimizdə olan problemlər. Yəni biz dilin dərsliklərdə dil məsələsinə dərindən yəni yanaşmalıyıq. Bir Yəhudi aliminə bu yaxınlarda oxumuşdum. Yəhudi aliminə sual verirlər ki, niyə Nobel mükafatçıları daha çox sizin içərinizdən çıxır? Deyir ki, ona görə ki, biz dərsliklərimizə özümüzə məxsus ən müqəddəs dəyərləri yerləşdiririk. Bax, biz bugün dərsliklərimizə baxsaq, bizim ana dilinə ayırdığımız o diqqətmi, baxışmı, o statusmu nə qədər yəni ürək açandır. Biz mətnləri təbii ki, verə bilərik, amma biz onları hansı şəkildə təqdim edə bilərik? Yaxud uşaqların bugün dərs yükünün ağırlığı onlara mütaliə üçün nə qədər geniş bir imkanlar yaradır? Axı, bir Cəlil Məmmədquluzadənin bir fikri var, rişədən başlamalı, publisistik yazısıdır. Deyir ki, əgər biz bir ağacın kökünə balta çalsaq, onun qol-budağı öz-özünə quruyub gedəcəkdir. Amma biz əgər ağacın kökü sağlamdırsa, ağac istər-istəməz salamat duracaqdır. Yəni, məsələ ondadır ki, biz yəni bugün bünövrə, kök, təməl o saflığını qoruyursa, istər-istəməz onun zəminində yetişən uşaq da məhz bu, deyək ki, ondan bir yön alaraq o doğru istiqaməti özü üçün tapa biləcək. Bugün dilin saflığının keşiyində dediyimiz kimi dərsliklər dayanır. Daha sonra deyək ki, bugün yadçıların, şairlərin o ədəbiyyatda böyük bir danılmaz xidmətləri var. Bugün yadçı şairlər ədəbiyyatda yeni dil yaradandılar. Yəni biz adətən dil məsələlərini dilçilərin daha çox inhisarına ötürməyə adətə çeviririk. Amma dil daha çox dilçilərin inhisarında olmamalıdır. Bütün cəmiyyətin məhsuludur. Cəmiyyətin hər bir qurumu, hər bir kəsimi, hər bir instansiyanı təmsil edən şəxs öz təmsil etdiyi o instansiyada, o kürsüdə o dilin saflığının keşiyində dayanmağı bacarmalıdır. Bugün ən sıravi, ən məişətli olan insanın belə dilin saflığının dayanmaq bir borcu var. Çünki
o dilin bilirsiniz, o gələcək nəsillərə ötürülmək deyər bir şey var. Məsələn, biz folklor yaddaşına necə ötürürük? Bizim bu gün nənələrimizin o bildiyi bayatılar, yanıltmacılar, o folklor yaddaşı bizim dilimizin saflığını necə müqəddəs, o bakirə şəkildə qoruyur, gətirir. Yaxud bizim adi bayatılarımız, əzizim baxdı yarım, könlümün baxdı yarım, üzündə göz izi var, sənə kim baxdı yarım. Yəni dilin gözəlliyini və ədəbiyyatlaşmış bir dili bundan gözəl ifadə etmək olarmı? Mənə elə gəlir ki, ümumiyyətlə dili qorumaq bu baxımdan elə folklor yaddaşından gələrək, bu günə qədər müxtəlif instansiyalardan keçib durularaq, yəni müxtəlif qatlarda və təzahürlərdə özünü göstərən Təşəkkür. Seyfəddin bəy, mənə elə gəlir ki, biraz bu dil müzakirələrinin yenidən aktuallaşmağının bir səbəbinə də biraz bir böyük pəncərədən baxsaq, biz bilirik ki, milli dövlətlərin yaranmasının, o milli kimliyin ən vacib mərkəzi özülü atributu dildir. Biz torpaqlarımızın ərazi bütövlüyünü təmin edəndən sonra indi növbəti mərhələ bunu mədəniyyətlə necə möhkəmləndirmək, mədəniyyətlə necə möhkəmləndirmək deyəndə də birbaşa Azərbaycan dili gəlir. Amma təbii ki, indi qloballaşma, sosial şəbəkə, süni intellekt erasıdır və burada dilin quru sərhədlərini bağlamaq da olmur. Çünki axın gəlir. Bəs onda, məsələn, siz bu həm tərcümədə, həm mətbuat sahəsində bir neçə ədəbi nəslin gəlişini, yazmağını görmüş, müşahidə etmiş, onlara dəstək olmuş adamsınız da. Bu vəziyyətdə səriştəli adamların ön plana çıxmağı vacibdir, yoxsa problem, məsələn, bir tərcümə proqramı qəbul olunmalıdır yenidən. Necə eləməliyik ki, indiki əsrdə o dil məsələsini bir adekvat yolla çözək? Bu hazırki dövrdə xüsusilə çətin olub dillə bağlı prosesləri tənzimləmək. Yəni əvvəl deyək ki, bir ya iki kanal var idi, bir şifahi təsirlə gələ bilərdi, bir də çox zəif, çox belə qeyri-intensiv sürətlə gedən proses var idi, mübadilə məsələsi var idi. İldə deyək ki, bir dilə tutaq ki, 10-15 yad kəlmənin gəlişi mümkün idi. Bu da deyək ki, bir 5-i təhlükəli tendensiyadan xəbər verə bilərdisə, qalanı da inkişafa xidmət edə bilərdi. Təbii seçmə yolu ilə o təfəkkürdə gedən prosesi də bilirsiniz, 100 illərdir ki, dil və təfəkkürlə bağlı bunun hansı irəlidədir, hansı arxa plandadır, nəyin bazisidir, üst qurumudur, yaxud təzahür halıdır. Bunlarla bağlı çox ciddi müzakirələr gedir. Amma indi vəziyyət elədir ki, ildə nəinki 10-15, bəzən gündə 10-15 yad kəlmənin gəlmək təhlükəsi yaxud perspektivi var, imkanları var. Ona görə də dilin saflığının qorunması deyəndə, mən birinci növbədə elə başa düşürəm ki, elə cənab prezident də bax, həmin o doğru məntiqdən çıxış edib ki, istənilən yeni kəlmələr, yeni tendensiyalar, dildəki dəyişikliklər dilimizi özülündən uzaqlaşdırmasın, saflıq orada qorunsun. Yəni, saflıq bir statik, dondurulmuş məsələ kimi, anlayış kimi qəbul olunmamalıdır. Saflıq, tutaq ki, insandan da danışırıq, dəyərlərinin də saflığından danışırıq, amma onların müəyyən formalaşma prosesi var axı. Bax, həmin o saflıq qorunmaq deyəndə dilin öz ruhuna, öz məntiqinə, o dilin daşıyıcıları olan adamların ehtiyaclarına nə qədər düzgün cavab verir və son yekun kimi nəticədə bu dil necə özünü itirmir, onu daşıyanlar, o dilə mənsub insanlar necə olur ki, həm də öz siz dediyiniz kimi kimliyini qorumuş olur. Bax, bu çox vacib məsələdir. Çünki inkişafın bir xüsusi cəhəti var. İnkişaf bir müsbətə doğru müəyyən elementlərlə gəlir. Bir də inkişaf adı ilə psevdo-inkişaf meyilləri olur. Bu, yəni, zahirən inkişaf kimi görünür, zahirən yenilik kimi görünür. Amma bir çox hallarda məhz o özəyi, nüvəni korlamaqla məşğul olur, nəticə destruktiv olur. Bu dağıdıcı bir məsələ olur. Yəni, viruslar da var. Əlbəttə. Bax, indi o dediyiniz immunitet məsələsi, mən onu bir neçə dəfə vurğulamışam. Bu müzakirələr vaxtaşırı gedib. Elə cənab prezident özü də 10 il əvvəl bu məsələ ilə bağlı danışmışdı. Görünür, bizim kimi cəmiyyətlərdə və yaxud dünyanın əksər yerlərində bəzi məsələlər, proseslər yuxarıdan direktivlərlə, yox, yuxarıdan müəyyən təmayüllər, istiqamətlər, vektorlar göstərilməklə idarə olunan da tənzimlənəndə daha yaxşı olur. Çünki aşağıda proseslər xeyli xaotikdir. Xüsusən dillə məşğul olan adamların əksəriyyəti biz bilirik ki, yaradıcı adamlardır. Onların müxtəlif fantaziyaları, müxtəlif meyilləri var. Amma bu dil də axı çox xaotik, çox nizamsız buraxıla biləcək, öz halına buraxılacaq məsələ deyil. Niyə? Çünki dil bizə
iki cür özünü göstərə bilir. Bir cansız kimi, bir də canlı. Çünki biz canlıyıqsa dilin daşıyıcıları, o dilin inkişafına xidmət edənlər, yaxud o dilin inkişafını tərs istiqamətə döndərənlər. Bir də onun bir lüğət bazası fikirləşsək, onun o qaydaları, qanunları, prinsipləri, bunları düşünsək görərik ki, o elə orada bir cansız baza kimi dayanıb, vaxtaşırı o rəflər yenilənir. Yəni söz ehtiyatı yenilənir. Hətta son vaxtlar təhlükə nə qədər təhlükəli olsa da artıq düşüncədə, qrammatik baxımdan da dildə bir xeyli dəyişikliklər əmələ gəlir. Bunların da bir qismi yanlışdır. Yəni çünki dilin qrammatikası çox gec təsirə məruz qalmalıdır, özü də ən zəruri halda. Yəni sintaksis səviyyəsində. Bəli, artıq çıxış yolu olmayanda nələr sonra dəyişə bilər. Deyək ki, cümlə tipləri, müxtəlif konstruksiyalar halında dəyişikliklər ola bilər. Bu başqa məsələ. Amma prosesin təməlində, əsasında böyük bir təhlükə nədən ibarətdir? O anarxizm. Yəni nəyi istəyirəm, eləcə də işlədirəm, eləcə də yazıram, bu dilin imkanlarını genişləndirir. Qətiyyən belə deyil. Bilirsiniz, biz əgər ölkənin sərhədlərinin qorunmağından danışırıqsa, siz bayaq quru sərhədlərlə bağlı dediniz. Dilin də müəyyən sərhədləri var. O bizim özümüzün sərhədidir. Əgər düşüncəmiz doğru düşünmürüksə, doğru da ifadə eləmiriksə, nəticədə bu oturuşduqca artıq o dilin həmin o dediyimiz şkafında, rəflərində çoxlu yararsız, yaramaz, o dili özündən uzaqlaşdıran, nəinki inkişafa, çox sürətlə tənəzzülə xidmət edən orada əşyalar mı deyim, vasitələr mi yaranır? Onlar o şkafda yerin alır. Bax, bu cəhətdən dediyiniz kimi, istər gündəlik bizim danışığımızda, istər yazıda, yazılı nitqdə, istərsə də redaktədə, tərcümədə, bütün bu məsələlərdə biz nəyi niyə götürürük? Bu çox vacib məsələdir. Hansı sözü niyə gətiririk? Mənim düşüncəmdə təxminən belədir ki, insan öz ehtiyacları kimi dilin də ehtiyacları var. Yəni bizim dil ehtiyaclarımız var. Əgər ehtiyac varsa, hansısa anlayışı ifadə edən bir termin, bir söz bizdə yoxdursa, onda məcbur qalıb ən yaxın qohum dilə müraciət etməliyik. O qohum dillərdə biz nə qonşudurlar, uzaqda deyillər. Uzaqda olanları da var, amma daha aktiv olanları deyək ki, bizdən qonşu ölkələrdədir. Biz oradan götürə bilərik daha funksional, daha fəal olanları. İkinci, götürə bilərik uzun illər ərzində anlayış baxımından, düşüncə baxımından ortaq bir məcramız olan dillərdən. Deyək ki, necə latın dilindən gələn sözlər, terminlər bizə rus dili vasitəsilə əvvəllər keçib, indi türkçəsindən də keçir, bir çox elə fransızcadan keçib, ingiliscədən keçib. Bax, bu məsələlərdə bir də onlara müraciət edirik. Nəhayət, söz yaradıcılığı ilə bağlı da əgər mümkündürsə dilin öz qidasından, öz materialından istifadə edib söz yaradıcılığı eləmək olar. Bax, bu yaxınlarda mən rast gəldim. Oxford lüğətində yeni bir anlayışı ifadə edən kəlmə daxil oldu. Rage bait, bəli. Rage bait, bu nədir? Bugün sosial şəbəkədə də, mətbuatda, elə gündəlik həyatımızda da insanlarda hiddət doğurub diqqət çəkmək, qəzəb doğurub diqqət çəkmək. Bu rage bait nədir? Ortaya bir, onun da hərfi tərcüməsi hiccə, hiddət üçün, qəzəb üçün yem, tələ. Belə bir anlayışdır. Bunu veriblər. Bu bizdə tarixən də yaranıb da. Məsələn, əlüzüyan ki var, o bir ehtiyacdan yaranıb da. Yerinə yetirdiyi funksiyadan biz onu bir kəlməyə çevirmişik, mürəkkəb bir söz yaratmışıq. Bizdə də bu vaxtaşırı getməlidir. Amma necə getməlidir? Mümkündürsə birinci öz dilimizin ehtiyatı ilə, ikincisi bizlə çox doğma qardaş olan qohum dillərlə, daha sonra yüksək elm, texnologiya dili olan, deyək ki, ingiliscədən və belə uzaqlaşmağa doğru, amma yenə də deyirəm, nə qədər uzaqlaşırsa götürdüyümüz mənbə, o bizim dilimizə gəlib çatana qədər bir o qədər də filtrasiyadan keçməlidir, süzgəçdən keçməlidir. Bax, bugünkü prosesləri mən bu cür görürəm və elə bilirəm ki, ali səviyyədə qaldırılan məsələnin xüsusi bir əhəmiyyəti, bu məsələnin orada qaldırılmasının, ondan belə bir yaxşı təsiri var ki, həqiqətən bir tənzimlənmə yaransın. Biz biraz da belə necə deyim, senzura kimi ya təzyiq kimi deməyim, amma həqiqətən bir özümüzü bu məsələdə yığışdıraq, cərcəm eləyək. Elnarə xanım, elə sözdən söz doğur, mən o söz söhbətdən söhbət doğur. Maraqlı, mən öz suallarımı da beynimdə artıq belə dəyişdirdim Seyfəddin Bəhlulun çıxışından sonra. Burada bir yerə gəlirik də, məsələn, yaxın dillərin bir-birinə təsirinin daha qüvvətli olması və qaçılmaz nəticələrə gətirib çıxarması var. Bax, burada sizcə bizim ölçümüz, meyarımız, indikatorumuz nə olmalıdır? Xüsusilə indi belə deyək, kargo şirkətlərinin həyatımıza daxil olmağı ilə Türkiyədən kitab sifarişi çoxalıb, Türkiyənin serial industriyasının həyatımıza təsiri, yəni sosial mediadakı kontentlərin təsiri, bu Seyfəddin bəyin dediyi o sintaksisdə belə
nələrinsə dəyişməyini. Burada məsələn biz baxın necə hansı meyarı götürə bilərik ki, həm o qardaşlıq, qohumluq əlaqələri ilə münasibətlər yerində qalsın, amma eyni zamanda öz kimliyimizi də itirməyək. Belə baxanda əslində elə təmiz dil yoxdur. Yəni biz istər-istəməz müxtəlif ölkələrlə elmi, mədəni, ictimai, siyasi, yəni irtibatdayıqsa, istər-istəməz yəni dil, yəni bu alınma sözlər də dilin yeməyidir də. Bu da istər-istəməz yəni bu yeniliyə gedir. Yəni alınma sözlərin daxil olmağı təbiidir. Amma burada yəni məsələ necədir? Mən bir haşiyə çıxmaq istəyirəm. İsmail Qaspıralı Osmanlı türkçəsinə bilirik ki, müxtəlif dillər qarışmışdı. Fransız, Yunan, fars, ərəb və İsmail Qaspıralı bir məqaləsində yaxşı bir ifadə işlədir, lisan şorbası. Deyir ki, baxın, bugün bizim dilimizin vəziyyətinə o qədər başqa dillər gəlib türkçə artıq milli xarakterindən çox uzaqlaşıb. Bugün bir lisan şorbası deyilən ortada qarmaqarışıq, yəni həlməşik bir şey var. Yəni bilirsiniz, alınma dillər də o şey necə alınmalıdır? Yəni mənanı məsələn yadçılar, şairlər özləri bu yeni dil yaradılışına getməlidirlər. Yəni yadçı şair mənə elə gəlir ki, ilk növbədə həm də bir missiyası da odur ki, yeni dil gətirsinlər ədəbiyyata. Məsələn, bunu 60-cı illərdə Rəsul Rza edə bilirdi. O vaxt deyək ki, tormoz sözü ətrafında bir mübahisə yarananda, o dedi ki, əgər dilimizdə əyləmək sözü varsa, niyə görə bunun əsasında bir əyləc sözü yaranmasın? Və əslində bugün də tormoz sözünün yerinə çox vaxt əyləmək, yəni əyləc sözü işlədilir. Yaxud deyək ki, öləri sözünü işlətmişdi, göydələn sözü. Yəni bunlar Rəsul Rza tərəfindən gəlmişdi. Yaxud Xəlil Rza Ulutürk çimərlik sözünü gətirmişdi. Yəni baxın, bunlar niyə görə oturuşurdu? Ona görə ki, həm də Azərbaycan dilinin qrammatikasına uyğun idi. Və hər şeydən əvvəl mənə elə gəlir ki, mən xüsusən dilə münasibətdə bu ifadəni işlədirəm. Dilin, hər bir milli dilin gərək öz musiqisi olsun. Yəni biz alınma sözləri də götürəndə, yaxud da özümüz yeni söz yaranda ilk növbədə dilin uyumluğunu, dilin musiqisini, yəni qrammatik qaydalara uyğunluğunu da öndə tutmaqla, yəni bu məqamlara diqqət yetirə bilər və təbii ki, alınma sözlər, yeni sözlərdə dilin mənasından, yəni mənalarından çox uzaqlaşmamaqla edilməlidir. Məsələn, elə adını çəkdiyim İsmail bəy Qaspıralı özü o vaxt bir qatar sözünün, qatar yolu kimi Krım tatarları deməli fransızcadan götürülmüş bir şimandifer sözündən istifadə edirdilər. Şimandifer. Hə. Amma İsmail Qaspıralı nədir? O sözü dəmir yolu ilə əvəz elədi və Krım tatarlarının dilində olan bu sözdən istifadə elədi və bugün artıq Azərbaycanlılar da qatar yolu deyir, dəmir yolu deyir o sözə. Özbəklər də, qırğızlar da, qazaxlar da, yəni bütün türk coğrafiyası bu sözü yəni oturuşdura bildi. Yəni məsələ ondadır ki, biz yəni dilimizə ilk növbədə saflığını məhz o musiqisini qoruyaraq, qrammatik qaydalarının uyumluğunu nəzərə alaraq bax bu yöndən yanaşmalıyıq. Və mənə elə gəlir ki, dilin bugün məsələn dilçilər mənə elə gəlir ki, baxın, bir dili öyrənəndə onlar heç bir şeyə nail ola bilməyəcəklər. Amma dilçilik elmi o zaman həm Azərbaycan elminə, həm ümumiyyətlə dünya dilçilik elminə bir töhfə verə biləcək ki, onlar bütün dünya dillərini sinxron şəkildə öyrənə biləcəklər. Yəni ilk növbədə dillərin, hər bir ölkənin dilinin nüfuzu nədir, gücü nədir, potensialı nədir və ikinci də dilin praktik imkanları nədir və bu nədə özünü göstərir. Bunun elmi, tutaq ki, Azərbaycan dilinin mənim elmi, deyək ki, lüğətimi, elmi düşüncəmi, yaxud mədəni düşüncəmi, fəlsəfi düşüncəmi ifadə eləməyə nə qədər potensialı və gücü yetir. Mənə elə gəlir ki, dilçilik elmi bugün məhz bu məqamlara köklənsə və bu məqamlarla bağlı yaxşı tədqiqatlar meydana qoysa, həm dünya dilçiliyində, həm də elə milli dilçilik elmində müəyyən töhfələrlə öndə ola bilərlər. Bir dənə də deməli müzakirəni elə bilirəm ki, bu dillə bağlı müzakirələrdə çox belə həmişə qarşı-qarşıya qoyulan müqayisə predmeti olan nitq və dil ayrımıdır ki, bəzən mən dillə bağlı bu müzakirələrin elə akademiyada və digər yerdə müzakirə olanda görürəm ki, müəyyən yaşlı çatmış bizim yazıçılarımız, biraz yaşlı yazıçılarımız məsələn uzun-uzun siyahılar çıxardırlar ki, mən o gün televiziyada baxdım ki, bu aparıcı məsələn bu sözü səhv dedi, o sözü səhv dedi, bu sözü səhv dedi. Mənim həmişə beynimdə belə bir sual yaranıb ki, bu sualı istəyirəm sizlərə ünvanlayım, peşəkarlarına, bu dilin həm də yaxşı daşıyıcılarına. Bax bu, məsələn, mən açıram televiziyada hansısa proqramı, görürəm ki, Seyfəddin Hüseynli də danışır orada və çox təmiz, səlis Azərbaycan dili ilə danışır, məntiqi hər şey yerində. Eləcə də Elnarə xanımın çıxışlarına bax, düzdür. Bir digər kanalı da açırsan, tutaq ki, kimsə orada biraz belə o dilin normalarını gözləmir, onun üçün tərkibində çox türk sözlərindən istifadə edir. Və biz burada belə bir qərara gəlirik ki, biz deyəndə indi dediyim nümunələr ki, məsələn, Azərbaycan dili burada əldən gedir. Mən də deyirəm ki, bax,
Burada sənin inteqratorun nədir? Niyə 2 dənə yaxşı danışana görə Azərbaycan dilinin vəziyyəti normal olmur? Bəli. Bir dənə pis danışana görə Azərbaycan dili pis olur. Necə baxırsınız məsələyə? Doğru məsələdir. Bilirsiniz, dil dediyim kimi də o həm bu ortalıqda dolaşan, hər gün bizlə bir yerdə olan bir anlayışdır. Amma həm də onun kənarda olan bir ehtiyatlı bir bazası var. Nitq onun təzahür halıdır da. Hamı da əlbəttə ki, nitqi rəvan deyil. Bir çox hallarda çoxlu parazit kəlmələr, ifadələr işlədənlər olur. Yaxud ümumiyyətlə ən gözəl, dünyanın ən gözəl dilində bəzən elə kəsik-kəsik, elə əlaqəsiz cümlələr quran adama rast gəlirsən, bəlkə də yox, əksər hallarda. Yəni yazılı nitqdə o deyil. Biz axı görürük, usta yazıçılarımız var ki, onun əgər şifahi nitqinə qalsa, ədəbiyyatda da, həyatda da aləm bir-birinə dəyər. Amma biz daha yaxşı olur ki, onların yazılı nitq məhsullarını əldə edirik. O ortaya bizim dilin inkişafına da, ədəbiyyata da, müxtəlif başqa sahələrə də elə onunla xidmət eləmək daha yaxşı olur. Əslində belədir də, yəni istənilən adam birinci növbədə öz doğma dilində əgər savadlı adamla söhbət gedirsə, müəyyən bir intellektual səviyyəsi olan adamla söhbət gedirsə, yaxşı danışmalı və yaxşı yazmalıdır. Bundan əvvəl öz ana dilində yaxşı düşünməlidir, səlis düşünməlidir. Bax, nitq bununla ortaya çıxır. Amma indi burada fitri qabiliyyət də var, bunda yetişmə mühiti də var. Müəyyən məsələlər var ki, doğrudan da hər kəsin nə dilə olan sevgisi, nə də bələdliyi onun nitqində o dərəcədə səlis, rəvan, daha doğrusu bizim arzuladığımız şəkildə təkmil formada çıxmır, ortaya çıxmır. Amma məsələ nədədir? İndi siz yaxşı bir müqayisə apardınız. Kiminsə yaxşı nitqindən müəyyən bir heyranlıq duymaq olar. Amma iş orasındadır. Biz bugünkü bizim zamanın ruhu, reallığı belədir ki, bir çox hallarda nitqi yaxşı olmayan adamlar cəmiyyətin menüsünə, süfrəsinə çoxlu qalmaqallı, çoxlu tez məşhurlaşmaq imkanı verən materiallar çıxardırlar, mövzular çıxardırlar. Yəni yayılmağı daha tez olur. Bəli, və onların da küllü sayda alıcıları var deyə onların dili o zəmində formalaşır. Onlar baxanda düşünürlər ki, əgər tutaq ki 1 milyon izləyicisi olan filan kəs Azərbaycan dilində bu cür danışırsa, deməli bunun dili normativdir. O bizdən ötürü müəyyən bir meyara çevrilir. Bu yanlış anti-meyardır, yanlış xəttir. Amma bilirsiniz, bu reallıq da budur. Səhifəsində balaca bir özü ilə bağlı hətta bildirişi, çoxlu dil xətaları ilə, müxtəlif dillərin qarışığı, belə deyim, konglomeratı ilə yazan insanın o qədər izləyicisi varsa, sən ona doğru dil anlayışının Elnarə Akimovada, Qismət Rüstəmovda olduğunu sübut eləməyə nə vaxtın olmur, nə imkanın olmur və ümumiyyətlə o bəri başdan da ona qapalıdır. Deyir ki, əgər tutaq ki, Seyfəddin bu dili yaxşı belə bilirsə, hanı onun küllü sayda izləyiciləri? Axı ictimai rəyi o yönəldir. Bax, onda bizim dilin mövqeyi xeyli zəifləyir. O ki, qaldı, dilə nələr gəlməlidir və necə gəlməlidir? Bilirsiniz, bunun qapılarını bağlamaq olmaz. Amma taybatay da açmaq olmaz. Müxtəlif qurumlar halında biz bəzən təsəvvür edirik ki, mümkün deyil nəzarət eləmək. Mümkün nədir? Nəşriyyatların redaksiya şuraları, audiovizual şura var, auditoriyalar var, universitetlər var. Bu dildə tutaq ki, tədris eləyənlə yanaşı, bu dildə hansısa elmi nəşrləri hazırlayan, yazan, çapa verən insanlar var. Mümkündürsə əgər terminologiyadan ifrat şəkildə qaçmaq yox, amma əvəzləmək mümkündürsə öz dilimizin materialları ilə əvəzləmək olar. Bu nəyə gətirib çıxardar? Ən azı bir savadlı yanaşma olar. Yenə deyirəm, bilirsiniz, fərdi qaydada, Mereşkovskinin bir sözü var, fərdi qaydada hər kəsin namusu çox əziz tutulur, qorunur. Amma bu dil axı bizim ümumi kütləvi namusumuzdur. Onu qorumaq lazım gələndə bəzən deyirlər ki, buraxın ixtiyarına özü tənzimlənəcək. Bilirsiniz, qırmızı işıqda keçmək qadağandırsa, müxtəlif zəhərli qidanı yemək qadağandırsa, onu satmaq da qadağandırsa, zəhərli dil məhsulların, xətalı, kobud, anlaşılmaz və dili özündən uzaqlaşdırıb nəhayət itməyinə səbəb olan dil meyillərini də danışıq yaxud yazı meyillərində legallaşdırmaq olmaz. Ona icazə vermək kütləvi şəkildə, başlı başına buraxmaq olmaz. Söhbət ondan getmir ki, bunu yuxarıdan göstəriş verildi. Xeyr, bu gündəlik prosesin içində purizmə getmədən, purizm bir termin bilirsiniz də, o hər şeyi də üstündən xətt çəkməklə olmur bu. Amma yaxşı və doğru inkişaf meyillərindən qaçmaq da olmaz. Bir xətt deyim, indi biz iş elə gətirib ki, filoloquq da üstümüzdə. Bax, qədim türk yazılı abidələrinin dili var da.
ən yaxşıları 8-ci əsrdən qalan. Mən inanıram ki, onu yazan, deyək ki, Yulluq Təgin əgər imkan olsa 2 əsr sonrakı türk yazı dilinin vəziyyətini görsə, o yəqin ki, başına, o daşlarla başına vurardı ki, bu sözlər hardan gəlib düşüb bura? Ayrı-ayrı türk ləhcələrindən, sonra bizim qarşılaşdığımız, deyək ki, ərəb, fars sivilizasiyasının verdiyi dil məhsulları ilə. Amma bilirsiniz nə oldu? Bunların bir xeylisi axı oturuşdu, amma qalanları da itdi, getdi. Otura bilmədi dildə. Elə bir elə bütün ərəb, fars dillərindən, yaxud Avropa dillərindən bizim dilimizə elə indiki qalan qədər kəlmə gəlib, o qədər kəlmələr gəlib ki, onlar ya divara dəyib, müqavimət görüb geri qayıdıblar. Bir qismin bizim dilimizin immuniteti, öz düşüncəmizin immuniteti safçürük eləyib, faydalı olanı götürüb, qalanların kənara itələyib. Bu da müəyyən bir şuurlu proses olub hər halda. Çünki bizim axı yazı adamlarımız olub, düşüncə adamlarımız olub, öz ozanlarımız olub, şifahi nitqi yayan, bədii nitqi yayan. Və sonraki mərhələlərdə də biraz ola bilsin ki, daha qatı mühafizəkar yanaşıldı bu inkişaf tendensiyalarına. Amma mən elə başa düşürəm ki, doğru yönətmək bu prosesi, mən nəsə bilmirəm, bu nikbinlik məndə hardandır, bu prosesi doğru yönətmək mümkündür. İndi imkan olsa, yəni onun detallarından da danışa bilərik. Danışarıq. Mən istəyirəm elə eyni sualı sizə də deyim. Necə düşünürsünüz bax bu Nitq mədəniyyəti? Hə. Bu doğrudan da elə bəlkə də bizim bugün dillə bağlı problemlərin çoxu daha çox elə bu nitq mədəniyyəti ilə bağlıdır. Nitq mədəniyyətini bilirik ki, həm yazılı, həm şifahi qolu var. Mənə elə gəlir ki, onların bugün ikisi ilə də bağlı biraz bizdə problem yaşanır və problemin yaşanmağına da səbəb məncə bugün informasiya, kommunikasiya, texnologiya vasitələrinin olmağıdır. Düzdür, biz bugün elmi texniki tərəqqi əsrindəyik və bu informasiya, kommunikasiya, texnologiyaları vasitələri bizim yəni yaxşı tərəfləri də var. Necə biz asan şəkildə məlumatı əldə edirik, daha əlçatan edir onlar bizə istənilən materialı, evimizin içərisində bütün dünyadan xəbərdar oluruq. Dünya elmində gedən proseslər, ədəbiyyatında gedən prosesləri izləyə bilirik. Amma bununla bərabər mənə elə gəlir ki, bu əlçatanlığın, bu asan belə deyək ki, xidmətin mənfi tərəfləri də odur ki, həm yazılı, həm şifahi mədəniyyətimizə mənfi təsiri var. Niyə? Çünki bayaq bir Seyfəddin müəllimlə də elə tədbir başlamadan öncə danışırdıq ki, bugün yazılı şəkildə biz dilin o necə deyim, dil qanunları nə qədər qoruna bilir, nə qədər imla xatası var, nə qədər üslubi xətalar var, nə qədər ciddi, yəni dil xətaları var. Adi bir yazıda, adi bir xəbər qoyurlar, tutaq ki, saytlarda görürük ki, yəni başlıqdan tutmuş, yəni bir imlasından tutmuş sonluğuna qədər, yəni məzmununa qədər ifadə imkanları var da. Yəni ona qədər dürüst, yəni doğru şəkildə izahını tapmır. Bu baxımdan biz bəlkə də bugün vaxtı keçmiş, artıq o qədər də lazımlı sayılmayan qəzet və jurnallarımız bugün dilin saflığının keşiyində daha yaxşı dayana bilirlər. Ona görə də bugün onlar elə hər şeydən əvvəl bir ciddi bir məxəz sayılmalıdır dilin qorunması baxımından. Və şifahi nitqdə mənfi təsiri nədir? Bugün diqqət eləsək, məsələn, mən müxtəlif son vaxtlar universitet auditoriyanın tələbələri ilə görüşürəm, çıxışlar olur. Onlarla biz belə interaktiv şəkildə ünsiyyətə girmək istəyəndə mən görürəm ki, o tələbələr artıq 3-cü, 4-cü kurs tələbələridirlər, İsmət bəy. Amma nə qədər ünsiyyətə çətin girirlər. Onlara adi bir elementar sual vermək onlar üçün çətin olur. Fikirlərini ifadə edə bilmirlər. Bunun səbəbi təbii ki, yəni mütaliə azlığı ilə bağlıdırsa, elə başlıca səbəb də mütaliə azlığına bağlıdır ki, yəni beyin artıq qaranlıqdır. Belə deyək ki, dil çevrəsi qapanır və qapanmış bir düşüncə ilə yəni gənc artıq yəni fikirlərini aydın şəkildə ifadə edə bilmir. Yəni bugün biz yəni dünya ovucularının içərisində, telefonun içərisində hər bir reaksiyanı bir emojilərlə bildirirlər, smayliklərlə bildirirlər və dil də artıq qapanır, ünsiyyət də daralır və şifahi nitqə bax bu cür mənfi şəkildə təsir göstərir. Qəribə əslində paradoksdur. Bu qədər ünsiyyət vasitələri artıb, amma adamlar ünsiyyətə girməkdə çətinlik çəkirlər. Daha əlçatan bir asan bir yol həm də həyatlarını bu qədər nitqinə və ünsiyyətlərindən bu qədər yəni daralma yaradır. Bilirsiniz, İsmət müəllim, bu dövrün ruhu elədir ki, çox ciddi şəkildə sürət tələb edir. Yəni onunla ayaqlaşmaq üçün, geri qalmamaq üçün bu kommunist dövrünün sürətlə ayaqlaşmaq məsələsi deyil. Bilirsiniz, bu həyatın özü artıq elədir ki, dayandınsa ölümə məhkum olursan. Yəni hərəkət, sürət, daimi xəttdə olmaq, cərəyanda olmaq indiki qədər heç vaxt vacib olmayıb. Niyə? Çünki indi doğrudan da bizim düşündüyümüz qədər bu lənglik, müəyyən astagəllik başqa vaxt bəlkə də təmkin maraqlı, faydalı olardı. İndi o deyil. İndi sürət lazımdır. Amma bu sürətin içində də ötüb keçəndə biz bəzən doğrudan da itirdiklərimizin çox fərqinə varmırıq. Bu gün gənclərin özünün
bir xüsusi ünsiyyət dili var. Qısaldılmış ifadələrlə danışmaq, nitqi optimallaşdırmaq. Bu bir çox hallarda hətta elmi müstəviyə qədər gedir. Bax bu insansız uçuş aparatları ki var, bunların bir ümumi adı var da, dron. Bunu gənclər də işlədir. Onlar sözsüz ki, mən öz yaşımdan xeyli sonranı nəzərdə tuturam. Amma artıq yaşlı nəsil, onun mütəxəssislərindən tutmuş, o sahəni idarə edən adamlar da artıq bilirlər ki, bu dron nədir və bunu belə işlədirik. Bu yaxınlarda belə bir Qara Dənizdə bir Rusiya gəmisinə hücum oldu. Mən onların xəbərdarlığına deməli eşitdim, onu baxdım, görüm bunlar necə xəbərdarlıq edirlər. Əvvəl sos verilərdi. Gördüm ki, oradan səs verir ki, yəni tərcüməsi belədir ki, bizə dron hücum elədi. Çox qəribədir. Elə o dar macalda mən nəyi düşündüm? Dedim ki, əgər bu desə ki, Azərbaycanlı olsa, Allah eləməmişim, desə ki, bizə uçan insansız hava aparatı bizə hücum elədi. Ona qədər elə o hücumda nəticə verəcək, o darmadağın olub o gəmi gedəcək. Yəni həyatın özü optimallaşma tələb edir, lakoniklik tələb edir, qısaltma tələb edir. Amma nədir? Yaxşı olar ki, şəxsən mən deyək ki, sosial şəbəkə yazısında tışıqı, sılımı yazaq da, yəni bu aydın məsələdir. Bu nədir? Slenglər deyirlər də, bunu səhv eləmirəmsə. O anlaşma dili. Bu olsun. Amma mən salamın orijinal variantında unutmayım ki, bu salam əleykumun qısaldılmış. Salam da salam əleykumun bizə qısaldılmış variantıdır. Sonradan da artıq sılıma keçdi. Birazdan da nəsə bir başqa şey olacaq yəqin ki. Yəni artıq o əl görüş işarəsi deyil, onun ən qısaldılmış variantıdır. Bir bu, yəni bundan qaçmaq mümkün deyil. İstəsək də o axının qabağını almaq olmaz. Problemin digəri hardadır? Bax, bizim ədəbiyyatdan danışaq. Gəlin biraz da o iynəni özümüzə batıraq da. Yazıcı əgər oxucu qazanmağın xatirinə öz dilin nəinki bədii üslub çərçivəsindən çıxardırsa, ümumiyyətlə mənsub olduğu dilin bütün imkanlarını kənara qoyub, yeni bir auditoriya gəlir, o auditoriya məsələn deyək də, ərkimiz çatır Türkiyə türkçəsinə. O auditoriyanın təhsili mi, mütaliəsi mi imkan verir ki, oradan oxucu ovlasın. Özünü oraya saxlasın. Onu çəkib gətirmək əvəzinə, məzmunla, maraqlı bir üslubu, bir gedişlə, yox, elə dildə güzəştə gedib, artıq Türkiyə türkçəsinin ifrat təsirində olan bir auditoriya üçün hekayəsinin mühüm bir qismini diyaloqlarda yox, müəllif təhkiyəsini Türkiyə türkçəsinə çevirəndə, bu artıq, bilirsiniz nədir? Bu iflasdır. Ki, sən təslim olmusan artıq. Bunu nəyə bənzəyir? Deyək ki, əgər sərhədlərimizi qoruya bilmiriksə, müqavimətin də mənası yoxdur, elə ölkəni təhvil verək, Allah eləməmiş kimi. Görürsünüz, bu ən çətin vəziyyətdə bu ölkəni biz təhvil vermədik, ərazilərimizi. Amma dilimizin ərazilərini çox rahat əlimizi qaldırıb güzəştə gedirik. Niyə? Elnara xanım doğru dedi. Asan olmaq üçün, canımız rahat olsun, bir 10 adama səsimizi daha yaxşı çatdıraq. Səsi çatdırmağın çox yaxşı göstəricisi boş danışmamaq, boş yazmamaqdır. Məzmun varsa, şimdi kontent deyirik də, məzmun varsa bir paylaşmada, bir xəbərdə, bir yazıda, hekayədə və yaxud romanda, mütləq o kimisə çəkib gətirəcək. Orada dildən güzəştə getməklə, bunu dırnaq arasında ironiya ilə deyirəm, oradan taviz verməklə bizim nail olduğumuz nə olacaq? Birazdan o auditoriya da bizim əlimizdən çıxacaq. Biz böyük bir məkanın, məcranın içində əriyəcəyik ki, bu realdır. Bir çuvalduzuda nəşriyyatlarımıza mən batırım. Çünki onların əksəriyyəti mənim dostlarımdır, kollegalar, həmkarlarıq biz. Deyirlər ki, artıq bizim dildə belə çıxır ki, kitab buraxmağın heç bir mənası yoxdur. Onda nə olur? Onda bizdən daha güclü, daha təsirli, bizi biraz da belə deyim də, bir ekspansiyasına məruz qaldığımız, nüfuzuna məruz qaldığımız dilin bir parçasına çevirək. Nəşriyyatlarımız olsun, onların böyük nəşriyyatlarının bir buradakı bürosu olsun. Filialı. Belə bu gedəcək və ondan sonra nə olacaq? Məsələn, tutaq ki, Seyfəddin ondan sonra olacaq hansısa digər xalqınmı, ölkəninmi, dövlətinmi, hansısa, necə deyim də, bir qeyri-rəsmi qiyabi təbəəsi. Təbəəsi, bəli. Bu elə siz deyən kimi milli kimliyi də itirməkdir, dili özünü itirməkdir, ümumiyyətlə varlığını kiməsə durduq yerdə güzəştə getməkdir, ötəri etirazların, ötəri tamahın ucbatından.
Birazdan auditoriyaya istəyirəm suallara keçək, amma sizə Mən sualım bayaq var. çıxışımızda yaxşı bir cümlə işlətdiniz. Dilin namus məsələsi toxundunuz. Mən xatırladım, Ərcülasının Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə bağlı bir məqaləsində belə bir cümlə işlədirdi ki, mən Bəxtiyar Vahabzadənin şeirlərini oxuyanda xatırlayıram ki, anlayıram ki, dil namusdur, dil millətin namusudur. Yəni biri var ki, siz deyən kimi yazıçı dilin təmizliyini qorusun, həm də eyni zamanda dilin təmizliyi uğrunda bir mücadilə aparsın. Mənə elə gəlir ki, biz Qismət bəyin bayaq sualı ki qoymuşdu, dilin saflığının bugün əgər bütün qorunduğu o saflıq varsa, o tərəflərinə görə biz mənə elə gəlir ki, o 20-ci əsrdən bu yana gələn və dilin keşiyində dayanan o şairlərimizə, yaradıcılarımıza borcluq. Yəni bunu heç vəclə unutmaq olmaz. Tamamilə doğrudur. Bax, sizin dediyiniz kontekstdə deməli Bəxtiyar Vahabzadə və digər bizim böyük şairlər, alimlərimiz onların yaratdığı məzmun lazımlı olub da. İndi bunun tərs tərəfi də var, Elnara xanım. Yəni bu dildə yazmaq, yaxşı danışmaq, bu dili yaxşı bilmək. Mən bunu bir dəfə də demişəm, səhv eləmirəmsə, sosial nərdivanda yüksəlmək üçün, irəliləmək üçün imkanlar açmalıdır. Bu artıq biraz da sosioloji məsələdir, hətta iqtisadi məsələdir, siyasi məsələdir. Yəni bu dilin daşıyıcısı, yaxşı daşıyıcısı olmaq, qeyrətli daşıyıcısı olmaq insana nələrsə verməlidir. Çünki axı dünya mənfəət dünyasıdır. Bax, biz biraz da onun qayğısına qalmalıyıq, mən bunu anlayıram. Amma bilirsiniz necədir? Əgər sən bu dilin yaxşı daşıyıcısı olmadan lazımlı redaktor olmaq istəyirsənsə, mümkün deyil. Əgər meyarlar doğru qoyulubsa, nəşriyyatlara doğrudan yaxşı redaktor lazımdırsa, yaxşı tərcüməçi lazımdırsa, yaxşı natiq lazımdırsa auditoriya üçün. Bu lazımlılıq məsələsini biz ancaq nə gözləyirik? Bu dil mənə nə verir ki? Amma mən sizə bir şey deyim. İndi qarşınızda əgər məni bir kiçik bir model kimi götürmək mümkündürsə, doğrudan da mən bəzən bu 50 yaşımda oturub baxanda görürəm ki, mənim bu dünyada varlığımın, belə qabiliyyətimin demək olar ki, elə 99%, bəlkə də 100%-i mən az-çox bu Azərbaycan dilində yaxşı danışıb, deyilənə görə yaxşı danışıb, yaxşı yaza bilməyim bunu verib. Başqa nə verməlidir ki? Lazımlı ola bilmişəmsə, ədəbiyyat ona adamının da bağlı. missiyası məncə həm də budur. Bəli. Mən indi istəyirəm, bax, bu söhbətdə bir dənə də belə, elə bir ki, bir kanal xətt açıldı. Virtual ərazilərimizin qorunması. Çünki bir kiber təhlükəsizlik mövzuları da indi bu dilin yanında aktuallaşıb son dövrlərdə. Ən çox bizə əslində biraz da Elnara xanım dedi də, yəni redaksiya görmüş adam tanıyır, bilirsən ki, bu qəzetdən çıxıb, biraz redaksiya əlindən çıxıb. İndi redaksiyasızlıq belə bir şeydir də, operativ dövrdür və avtomatik olaraq biz məcburuq danışaq, yəni onlayn media, virtual media. Bax, bu virtual ərazilərimizdə oraları itirməmək üçün indi hamımız məzmun sözündən, kontent sözündən çox da normal şəkildə istifadə edirik. Nə etməliyik ki, bax o virtual ərazidə də dilin ən belə yaxşı formasını çatdırma eləyək. Çünki ora çox operativ yerdir. Ora çünki özünün belə deyək ki, doğrudan emojiləri və nə bilim digər vasitələri ilə insanlar təmsil olunurlar, xüsusilə gənclər. Orada bir balaca nəfəsi dərimək, gözləmək deyilən bir şey yoxdur. Orada sən nə qədər tez eləsən, elə bil o qədər tez görünür. Nə bilim, orada alqoritmlərin məntiqi var. Dilin öz məntiqi yoxdur. Amma mənə nəsə elə gəlir ki, burada da bir ortaq yer tapmaq olar. Yəni bir virtual ərazini qorumaq da indi vacibdir dünyanın hər yerində. Biz nə edə bilərik? Mənə elə gəlir ki, o virtual ərazidə artıq bu məsuliyyət hər bir kəsin fərdi şəkildə boynuna düşən məsuliyyətdir. Bəli, individual şəkildə. Məsələn, Seyfəddin müəllim deyir ki, mən tutaq ki, öz sahəmdə bunu ləyaqətlə dilin keşiyində dayanmışam. Yəni hər kəs, bayaq mən dedim, yəni cəmiyyətin hər bir fərdi bunu yəni bir missiya olaraq gerçəkləşdirməlidir. Yəni mən nə qədər dilin keşiyində dayanıram, dilin nə qədər saflığını qoruyuram. Biraz da insanın özünün bazasına bağlı olan bir məsələdir də. Yəni mən necə formalaşmışam və formalaşdığım o dəyərləri öz praktik şəkildə necə ehtiva eləyirəm özümün ünsiyyətimdə, özümün yazılarımda, yaradıcılığımda. Mənə elə gəlir ki, bu hər kəsin praktik, yəni dil bilirsiniz necədir? Yəni alınma sözlər təbii ki, ola bilər, amma dilin özünün belə deyək ki, əgər
alınma sözlər zəruri şəkildə olmursa və biz zəruri olmadığı halda bu sözlərə müraciət ediriksə, istər sosial şəbəkədə, istər adi ünsiyyət yəni zamanı, o zaman artıq o sözün bizim milli dilimizdə olan ekvivalenti öz funksiyasını itirib sıradan çıxmaq təhlükəsi ilə üzləşə bilər. Ona görə də bayaq dediyim kimi biz ünsiyyətdə, yazışmalarda yaxud hər hansı bir mətn yazılarımızda, yəni öz bazamızdan istifadə edərək praktik şəkildə onun yəni saflığının qayğısına qalaraq bu işi gerçəkləşdirməliyik. Bir dənə mən fakt yadıma düşdü. Daha doğrusu iki fakt yadıma düşdü. Buna da istəyirəm münasibət bildirək. Biri bir Yapon yazıçısının Haruki Murakami haqqında yazdığı yazıdır. O yazıda yəni Yapon tənqidçi, müasir dövrdə yaşayan məşhur ədəbiyyatşünasdır. Mizamura. O deməli ingilis dili əsrində adını da belə qoyub mən essenin. İngilis dili əsrində ədəbiyyat adlı bir esse yazıb və o essedə ingilis dilində yazan və Haruki Murakamini və cavanların da daha çox o tipli ədəbiyyatı oxumağına çox sərt tənqid eləyir ki, bununla biz Yapon dilinin, Yapon mədəniyyətinin hər şeyini itirəcəyik. Çünki bu belə bir deyək ki, McDonald's dövrünün yazısıdır. Təxminən belə hətta ittihamlardan. İkincisi də bir neçə il öncə o yəqin hamımızın rastına çıxıb mətbuatda görmüsünüz. Fransada belə bir ictimai iaşə obyektlərinin və sairələrin hamısının fransız öz milli dilində yazılmağına, yəni amerikanizasiyaya qarşı da belə deyək bir sərt müzakirələr getdi ki, necə olar? Necə düşünürsünüz? Bax biz bu şeydə necə davranmalıyıq? Bu zaman-zaman bunu görünür bir qızılca xəstəliyi kimidir də. Əksər ölkələr, əksər xalqlar bunu yaşayırlar. Bir çoxunda narahatlıq əsassız olur. Elə bizim özümüzdə də müxtəlif vaxtlarda əsassız narahatlıqlar olub. Hətta müsbət tendensiya, müsbət xəttləri də inkişaf xəttlərində biz bəzən müqavimətlə qarşılamışıq. O yersiz görünür, yersiz öfamın, qorxunun təsiri olub. Fransız mədəniyyətində, ictimai mühitində ümumiyyətlə ingilislərə qarşı həm tarixi planda bir müqavimət var. Həm də ingilis mədəniyyətinin, ingilis nüfuzunun təsiri altında qalıb, bir yandan da əhalinin tərkibi Afrikadan, ərəb ölkələrindən gələnlərin hesabına dəyişir deyə onlar o necə deyim, o fransız təəssübkeşliyini çox qorxulu halda yaşayırlar. Bu xeyli də haqlıdırlar. Yəni etirazım yoxdur. Bizim özümüzə də təsirlər çoxdur. Çünki əvvəla coğrafi mövqe baxımından biz dəhlizdəyik, gəliş-keçid çoxdur. İkincisi, çox dinamik inkişaf eləyən xüsusən gənclərimiz var. Onlar müxtəlif ölkələrdə təhsil alırlar. Müxtəlif təhsillərin də mədəniyyətlərin, dünya görüşlərinin təsiri altına düşürlər. Bu aydın məsələdir. Bunun yaxşı tərəfi də var, amma negativ tərəflərini daha çox görürük. Mənə elə gəlir ki, biz o qorxuların bir qismini kənara atmalıyıq. Çünki onun əcələ faydası yoxdur. Sadəcə siz dediyiniz kimi müəyyən məsələlərdə mövqeyimizi taraz saxlamalıyıq. Onun biri nədir? Virtual məkandan danışırıqsa, orada aktiv olan xüsusən yeni nəsildir. O yeni nəsil o virtual məkanın qayda qanunlarını çox yaxşı mənimsəyir. Məsələn, bir xəbəri necə yazmaq lazımdır, diqqət çəksin. Tutaq ki, alqoritm məsələsi, onun içərisinə hansı sözü atanda sosial şəbəkə, virtual məkan onu dərhal kənarlaşdırır. Hansını atanda o daha çox yem rolu oynayır, ora insanlar cəlb olunurlar. Bütün bunların, onlar yaxşı o texnologiyaları bilirlər, buna söz yox. Təhsili, tutaq ki, informasiya texnologiyaları olmayan sahədən gələnlər olsun, onlar onu çox yaxşı qavrayırlar. Amma məsələ nədir? Əgər onun bazasında, daxilində, yaddaşında, zehnində ki, təmiz, normal, heç olmasa təməl prinsipləri ilə özün doğrudan ana dili deyilsə, o bir tərəfli olacaq. Onda nə lazım olur? Deyək ki, bir saytın müxbiri var, yaxud bir internet səhifəsində, bir portalda, haradasa. Onun bir müxbiri var, yaxud idarə edicisi var. Ona nə vaxt redaktor lazım olur? Ondan üstdəki mərtəbənin mövqeyin insanı başa düşür ki, o dillə o materiallar ora çıxsa yaxşı olmayacaq. Onda redaktor lazım olur. Biz əgər elə bir yeni dalğa nəsil yetişdirə bilsək ki, onlar həm o texnologiyaları mənimsəsinlər, ki, mənimsəyirlər onsuz da, amma həm də öz dilinin layiqli daşıyıcısı, təəssüfkeşi olsunlar. Onda ortada o ləngidən proses var bizi, redaktor müdaxiləsi ləngidir axı. Bəli. O bir mərhələdir, orada gəlməlidir, oxunmalıdır, gedilməlidir. Onda əgər biz birbaşalığı təmin eləmək üçün ki, o texnologiyanı bilən insan elə özü də dilinin yaxşı daşıyıcısı olsun, o məzmunu oranı uyğun dildə yükləsin. Bizim onda bir problemimiz olmayacaq. Sürət də öz yerində olacaq. Hətta özünlə bağlı, heç deyək ki, bir sayt yaxud virtual məkanda hansısa idarə edici deyilsən. Özünlə bağlı, öz vəziyyətini, durumunu şərh eləmək üçün bir şey yazırsansa, dilin normal Azərbaycan dilidirsə, təhsilin, mütaliyyən, nitqin buna imkan verirsə,
Sənin heç bir ləngiməyə ehtiyacın yoxdur. Sən onu çox normal şəkildə ifadə edərsən. Amma bizdə bu dəqiqə vəziyyət belədir. O əvvəl var idi bir söz ki, yuxarılar əvvəlki kimi deyirdilər, idarə eləyənmir. İndi köhnə nəsil yeni texnologiyaları o qədər yaxşı bilmir, istisnaları çıxmaq şərti ilə. Yeni nəsildə lazım olan o dil mədəniyyətinə, nitq mədəniyyətinə vaqif deyil, malik deyil. Bu nəyə bənzəyir? O bizim Vaqif demişkən sözü var, deyir sahibi zərdə kərəm yoxdur. Kərəm əhlində zər. Yəni əl açıq adamın pulu yoxdur, pullu adam da əl açıq deyil. Bax belə bir ziddiyyətin içinə düşmüşük. Amma mən belə başa düşürəm ki, bu narahatlıqlar ki, bu həyəcan siqnalları var, bu elə belə ötüşüb keçmir. Bax bu müzakirə burada keçir. Başqa televiziyalar diqqət ayırır. İnsanların içində bir istiləşmə yaranır ki, yox, burada nəsə düz getmir. Və bir də ki, mən elə başa düşürəm ki, necə bizim vətənə, torpağa münasibətdə bu 10 illiklər ərzində dəfələrlə deyilməklə içimizdə o ruhu, torpaq istəyin, mübarizə ruhunu diri saxladıq. Biz elə bilirəm ki, bax bu müzakirələr, bu narahatçılıqlar, bir-birimizi sancmalar, yazımızdan, nitqimizdə tutduğumuz səhvlər boşuna getməyəcək. Ola bilsin ki, yenə vergüllər qaydasında olmayacaq. Bu problem deyil, bilirsiniz. Zaman-zaman, əvvəl bizim yazılarda məsələn vergül olmayıb. Adamlar oxuyublar, o əsərlər də gəlib bura çatıb. Söz sırası problem ola bilər, çünki fikrini doğru çatdırmaya bilərsən. Cümlə quruluşları, bəli, xətalı ola bilər. Bunlar təhlükədir. Amma xırda məsələlərdə ilişmək lazım deyil. Mən elə başa düşürəm. Çünki o bizi ləngidir. Amma istənilən halda nə yazırsan yaz, o Azərbaycan dilində olmalıdır. Başqa çıxış yolu yox. Dilin problemi yoxdur. Bir dəfə də verilişdə demişdim. Yəni onu işlədənlərin problemi var. Sadəcə, yəni bugün biz bəlkə gənclərə də çox yüklənməli deyilik. Çünki biz bugün onlara hansı bir dil ərmağan etmişik. Məsələn, ingilislər, mən xatırladım o siz çıxış edəndə. Məsələn, ingilislər müəyyən bir dönəmdə Şekspirin əsərlərindən sonra gördülər ki, İngiltərədə gənclər daha çox belə deyək ki, ədəbiyyata, ədəbiyyatlaşmış bir dilə meyl edir. Bunun tez bir zamanda bunlar xofunu yaşadılar, əndişəsini yaşadılar və dedilər ki, artıq biz bu şəkildə necə elmi dili, fəlsəfi dili necə gətirəcək biz, yəni dövlət dili olaraq. Ona görə də bunun qarşısını vaxtında almağı bacardılar. Amma biz deyək ki, yəni Sovetlər daha çox ərəb-fars izafətlərindən bir belə deyək ki, izolyasiya edəndən sonra dili daha çox onun xəlqi tərəfi qaldı və biz poeziya ladında sanki bir köklədik biz dilimizi. Ona görə də biz gənclərə daha çox o Sovetin xarabələrindən çıxan, amma həm də xəlqiləşmiş bir dil verdik və bu dilin daha çox elmi, fəlsəfi, belə deyək ki, sosial qatı çox olmadı. Sosial qatı oldu, yəni mədəni qatı çox olmadı. Biz müstəqillik dönəmindən sonra mən deyərdim ki, o modernizm, postmodernizm özü ilə yaxşı mənada dilimizə bir elmi, mədəni bir yük gətirdi, bir necə deyim, bir nüfuz qata bildi. Yəni bu nə qazandıqsa dilimizdə o yük, nüfuz baxımından mən elə gəlir ki, 90-cı illərdən sonrakı Elnur xanım, çox maraqlı bir şey dediniz, hansı dili buraxmışıq onlara. Mənə elə gəlir ki, əcdadlarımız bizə buraxdığı dili ki, biz müəyyən bir nəsil mərhələ sayılırıq da artıq. Biz uyğun bir formada dövrün bütün o keşməkeşləri ilə, qıtlıqla, məhdudiyyətlə, vaxt azlığı ilə, imkan azlığı ilə biz bu dili bir müəyyən bir vəziyyətdə təhvil verə bilirik. Məsələn, mən öz payıma deyirəm. Amma təhvil alanın da məsuliyyəti öz yerində, bu aydındır. Bizim bir digər problemimiz dilimizin, doğru deyirsiniz, o ədəbiyyatdan bəlkə də o təntənəli dildən gələndə o nisbətən qorxudur yeni nəsli ki, mən o uzun cümlə ilə, o bəlağətlə nəsə yazsam, bunu indiki şəbəkə istifadəçiləri, virtual məkanın sakinləri bunu anlamaya bilərlər. Amma bilirsiniz, məzmun çox vacibdir də. Bax, eyni uzun cümlələri rəhmətlik Əbülhəsən də yazırdı. Tutaq ki, həmin dövrdə, deyək, Ordubadidə yazırdı, biraz ondan sonra İsa Hüseynov da yazırdı. İsa Hüseynovun cümləsi var ki, təxminən 1500-2000 işarəlik. Amma cümlə Azərbaycan dilində təmiz olmaqla bərabər həm də axır məzmun da məzmundur. Rəhmətlik Əbülhəsənin öz vaxtında da onun cümlə quruluşunda sözlərin sırasının çobud şəkildə pozulmağı nəticəsində fikir, məsələn, xoş bir şey təsvir elədiyi halda tamam mənfi bir mənzərə alınacaq qədər təhlükəlidir o dil. O da nədir? Yəni, bayaq dediyimiz kimi yazılı nitqdəki görünür problemlərdir. İndi ruhu şad olsun. Həm də dildən necə istifadə eləmək, material kimi necə istifadə eləmək var. Mən nəyi düşünürəm? Mən deyirəm ki, bizim bugünkü ədəbiyyat adamları ki, biz indi ədəbiyyat biraz ağırlığı istər-istəməz artır məsələdə. Bugünkü ədəbiyyatın dili də mən elə başa düşürəm ki, klassik o biraz barokkalaşmış stildə olmamalıdır. Elə bir əhvalat var, lətifə kimi ki, biri digərinin papağının yandığını bildirmək üçün onu bəlağətlə ifadə edənə qədər papaq yanıb qutarır, adam özü də məhv olur.
Yəni o operativliyi bayaq vurğuladım. İndi bizim hekayələrin, nəsrin, bədii nəsrin, yazılı ədəbiyyatda necə olmalıdır? Mənə elə gəlir ki, o ikisinin arasında olmalıdır. O çevikliyi verməlidir, amma dil də özündən uzaqlaşmalı deyil. Ola bilsin ki, bəli, personajların dilində, əgər Türkiyə təhsillidirsə, necə vaxtilə Tolstoy tutaq ki, Hərb və Sültə ki, fransız səhifələr var da. Səhifə, bəli. İndi də onun personajı Türkiyə təhsillidirsə, heç ironiyaya falan yer qoymadan, fransız təhsillidirsə, işlədə bilər, o bir personaja çevrilər, bir xarakter yaradarsan, obraz olar. Amma müəllif təhkiyəsində bu məsələ çox təhlükəlidir. Əgər elmi fantastik üslubda deyilsə, sən onu elə kimsə alıcısı var deyə o ümidlə yükləyəndə nə onun materialına çevrilir, nə sənin məhsuluna çevrilir. Mənə elə gəlir ki, burada incə eləmək lazımdır. Yəni bir balaca o zərgər dəqiqliyi ilə. O ki qaldı yeni nəslə mən açığı ümidliyəm. Ümidliyəm. Təxminən bir 40%-dən. Niyə? Çünki mütaliəyə həvəslidirlər. Biz görürük axı nələr istəyirlər. Məsələn, mən bilirəm ki, qismətin hər ay vaxtının elə mühüm bir qismi kimlərəsə ədəbiyyat siyahısı verməklə keçir. İndi bunların bir qismi xarici dildə olur, bir qismi ana dilimizdə olur. Bax, onlara verilən, doğru dediniz, nə veririk? Nəşriyyatlarımız yaxşı, orijinal ədəbi əsərlər verməlidir. Yaxşı fərdi inkişaf kitabları olmalıdır. Niyə? Fərdi inkişaf göydən düşmür ki, fərdi inkişafı da öz doğma ana dilində yaxşı dildə oxumalısan ki, onun sənə bir təsiri olsun. Fərdi inkişaf tapıb başqa bir xalqın adamı olmayasan, elə öz xalqının, öz dilinin mənsubu olasan. Daha sonra bizim televiziyaların dili. İndi nə qədər arxa plana keçsə də, ki, televiziyaya baxan var. O televiziya klassik formasından keçib internet televiziyasına. Bu yenə də janr, həmin janrdır da, forma dəyişib sadəcə bir balaca. Mənə elə gəlir ki, orada xüsusən yeni gələn dalğıya, hətta yeni yetmələrə yaxşı bir dil, siz dediyiniz kimi çatdırmağa, ötürməyə çox ciddi ehtiyac var. Çox maraqlı oldu mənim üçün ümumiyyətlə bugün. Hər iki alimimizin İsmət bəy moderatorluğu ilə keçən söhbəti. Və bura gəlməmişdən əvvəl teatrla bağlı, dillə bağlı sorğu göndərmişdilər. Mən orada bildirdim ki, bizdə dəfələrlə monitorinqlər keçirilir tamaşalara, xüsusən uşaq tamaşalarında çox diqqət göstərdik. Məsələ nədir? Erməni xanım vurğuladı bayaq mütaliənin rolunu. Bəlkə də bu təkrarçılıq olacaq, dəfələrlə biz bu mövzularda çıxışlar etmişik, yazılar yazmışıq. Amma doğrudan da mütaliənin rolu əvəzsizdir. Xüsusilə gənc uşaqların, yeniyetmə ədəbiyyatı, bilmirəm indi bu ifadə nə qədər doğrudur. Misal üçün, mənim ətrafımda uşaqlar var, məktəb yaşlı uşaqlar var ki, mən onlara nəyisə məsləhət görəndə deyirlər ki, yox, o çətindir, oxumaq, nə bilim, təsvirlər çoxdur. Mən belə fikirləşirəm ki, necəsə o uşaqların oxuya biləcəyi formada mı deyil, tərcümələr olsun, onların beyinlərinə hesablanmış, düşüncələrinə hesablanmış. Çünki Seyfəddin mənim çox düzgün quruladı. Bu ekrana düzülür, televizora baxmırıq, kanallara baxmırıq. Amma bir məsələ var ki, onlar kiçik formada kəsilir videolar şəklində və necəsə həmin uşaqların qarşısına çıxır. Alqoritmlər gətirir, onu çıxardır internetdə, Instagramda, Facebookda və həmin dil onların yaddaşına köçür. Tutaq ki, hansısa bir müğənninin belə deyək də tamamilə başqa, bizə aid olmayan yad formada danışığı, çıxışı. Müğənni də çox istəyir, baxır misal üçün, görür ki, danışır və onun yaddaşına oxuyur. Eləcə də başqa alqoritmlər. Bir də mən işğaldan azad olunmuş ərazilərlə bağlı girişdə siz bir fikir söylədiniz. Mən tez-tez Cəbrayıla gedirəm və elə olur ki, günlərlə qalıram. Misal üçün, orada məktəblər açılıb da artıq, uşaqlar gedirlər. Bəzən görürəm ki, dəstədə çıxırlar, gəlirlər məktəbdə. Mən çox istəyərəm ki, necəsə ədəbiyyat adamları həmin ərazilərə o gedişləri təşkil olunsun. Onların kitabları orada yayımlansın. Uşaqlarla görüşsünlər. Bax, burada necə bu söhbətlər gedirlərsə, düzdür, orada azdır məktəblilər. Amma o insanlar, belə deyim də, o vətəni yaradanlar işğaldan sonra, o vətəni, o torpağı quranlar, misal üçün, mən görürəm, uşaqlar qışqıra-qışqıra məktəbdən gəlirlər, öz uşaqlığım yaddaşım. Mən artıq, belə deyək də, müəyyən mənada ora aidəm, yaş etibarı ilə, həyat təcrübəsi, müəyyən mənada Bakıya, yəni paytaxtda aidim. Amma o uşaqlar artıq orada doğulurlar, orada məktəblərə gedirlər. Orada görmək, bu sənət, necə deyim də, elm adamlarını, ədəbiyyat adamlarını, o ərazilərə gedişlərini təşkil etmək, onların kitablarını mı deyim, nə bilim, danışıqlarını mı deyim, orada təşkil eləmək çox yaxşı olar ki, oralara da gedib çıxsın, yəni bizim görmək istədiklərimiz dillə bağlı, ədəbiyyatla bağlı məsələ oralara da gedib. Düzdür, gözəl təklifdir. Mədəni prosesin paytaxtdan bölgələrə doğru. Buyurun Seyfəddin bəy. Deməli, yaxşı fikirdir. O həm də bizim təkcə bölgə ərazimiz deyil də, coğrafi baxımda. Bunlar bizim həm də mənəvi ərazimiz.
sözümüzün, ana dilimizin əraziləridir və bərpa olunur artıq. İnsanlar qayıtdıqca da onun o bərpa prosesi daha da dolğunlaşır, artıq dərinləşir. Məsələ belədir. Mənim bildiyim qədər biz özümüz də ora kitablar, jurnallar vermişik. Mədəniyyət Nazirliyi, xüsusən Milli Kitabxana çox yaxşı bir layihə eləmişdi. Qarabağa kitab layihəsi. Müxtəlif oradakı açılan kitabxanalara, açılmaqda olan hətta kitabxanalar üçün burada nəşrlər yığılıb hazırlanıb, ora göndərilirdi. Bu çox yaxşıdır. O ki qaldı orada böyüməkdə olan nəsil, onların dilimizlə, dilimizin yaxşı daşıyıcıları ilə təmasda olmalı. Bu da vacibdir. Amma mən düşünürəm ki, o təkcə orada yox, elə buranın özündə də baxmayaraq ki, çoxdanın məskunudur, buralar yeni bərpa olunur, ölkəmizin qalan əraziləri, burada da problem var. Bilirsiniz, problemin bir kökü də nədədir? Biz müəyyən bir dövrdə bu testin yaxşı cəhəti var idi, obyektivlik, ədalət prinsiplərini qorumaq ali məktəblərə qəbulda. Amma mən düşünürəm ki, bax, bugün mən özüm də birinci testlə qəbul olunan insanlardanam bu ali məktəbə. Mən düşünürəm ki, artıq test bizə ziyan verməyə başlayıb, öz ehkamçılığı ilə. Test bizim dilimizin orta məktəblərdə, müntəsib məktəblərində tədris məkanını sıxışdırır. İnşalara, ifadələrə, imlalara yer qalmır. Test müəyyən bir sxolastik, bir hazır variantda bir proqramlaşdırılmış şəkildə bal toplayıb gəlib arasa qəbul olmaq asanlaşıb, biraz belə necə deyim də, çox düzünələşib deyə artıq dilimizin o canlı, bütün modeli qavramaq olmur. Orada verilən ana dili ilə bağlı suallar var testdə. Mən hərdən belə olur ki, təsadüfən ona baxıram, yaxud elə maraqlanıb baxıram. O, bilirsiniz necədir? O dilin o qədər elə bir üst qatıdır ki, adi darıxdırıcı qaydalar, qanunlar o dillə bağlı canlı təmas vermir uşaqlara. İlk növbədə biz uşaqlara kiçik yaşdan o kitaba sevgi aşılamalıyıq. Bu yöndə, yəni danmaq olmaz, Mədəniyyət Nazirliyinin beynəlxalq kitab sərgilərini hər il keçirirlər. Məsələn, ora təşrif buyuran kontingentin əksəriyyəti uşaqlar olur. Yəni biz piştaxtaya nə qoyuruqsa, uşaqlar da həmin malı mətahı götürür və mənimsəyirlər. Mən hər dəfə, hər il o kitab sərgilərinə gedəndə müəllimlərininmi, valideynlərininmi yanında gələn uşaqların gözündə kitaba qarşı o qədər böyük sevgi görürəm ki, və mən əminəm ki, ibtidai sinifdən başlayaraq uşaqlara biz doğru-dürüst mütaliəyə, ədəbiyyata sevgini ötürə bilsək, onlar bu yöndə çox doğru şəkildə istədiyimiz o nəticəni ala bilərik. Bugün baxın, məktəblərimizdə sinifdən xaric oxu nə qədər yer verilir. Mən çox istəyirəm ki, bu bərpa olunsun. Niyə bərpa oluna bilmir? Çünki dərsdən çıxan uşaq qaçır repetitor yanına. Bu bizim ən ağrılı yerimizdir. Bəs bu uşağın oxumağa, bədii kitab oxumağa nə vaxt çatacaq? Və hər kəs də artıq sanki kiçik yaşından ixtisaslaşır. Bu birinci qrupa gedəcək, bu ikinci qrupa gedəcək və ikinci, dördüncü qrupa gedirəmsə, mən artıq bədii ədəbiyyat oxumuram, mənə lazım da deyil. Halbuki bədii ədəbiyyat mənəviyyata təsir etmək, yəni xoş toxunuşlar etmək baxımından ən lazımlı bir məsələdir. Yaxud bugün bizim uşaqlarımızı, məktəblərimizi teatrlara nə qədər, yəni mən çox az rast gəlirəm ki, heç demək olar ki, rast gəlmirəm. Bizim məktəbləri bizim vaxtımızda necə, mən də o yaşlı adamlar kimi bizim vaxtımız, amma doğrudan da son illərə qədər heç eşitmirəm ki, məktəbləri bir toplu şəkildə hansısa bir tamaşaya baxmağa aparsınlar. Axı tamaşaya gedən, əsəri canlı şəkildə izləyən şagirdin təfəkküründə o əsərin özünə də maraq olacaq və istər-istəməz o kitabxanaya qaçıb bu kitabı əldə etməyə çalışacaq. Həmin dramaturqun yeni başqa digər əsərləri ilə maraqlanacaq. Biz məktəbdə oxuyanda məsələn Şəhriyarın bir Heydər Babaya salamını oxuyurduq. Mən eyni zamanda gedirdim onun, baxırdım ki, onun səndə ən gözəl şeiri Behzadabad xatirələri imiş və onu o qədər oxumuşdum, əzbər şəkildə onu gəlib demişdim və ədəbiyyat müəllimim çox belə heyranlıqla baxmışdı ki, o çətin bir şeiri necə. Yəni bu, mənə aşılanan bir ədəbiyyat sevgisindən bağlı idi. Yəni bu fövqəladə bir şey deyildi. Sadəcə deməyim odur ki, o istəyi, sevgini uşaqlara doğru şəkildə, doğru istiqamətdə və dərindən aşılaya bilsək, bax biz bugün artıq o mənfi, neqativlərə yox, müsbət, yəni pozitiv məqamlara köklənərik. Şahnaz Kamal Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Azərbaycan dili müəllimi. Çörəyi Azərbaycan dilindən çıxan, həm də qürbətdə Azərbaycan dilindən çıxan biri. Və çoxunuz da bəziniz Qiyabi tanıyırsınız, çünki bəziləri məsələn Samira Əşrəfin hekayəsini Azərbaycan dilindən Rus dilinə tərcümə olunub, orada nəşr olunur. Daha doğrusu antologiya nəşr elətdirdim və orada 24 yazıçının, Azərbaycan yazıçısının hekayəsi Azərbaycan dilindən Rus dilinə çevrildi. İkinci proses də hal-hazırda davam edir. Bu artıq 25 ildə son ən yeni Azərbaycan ədəbiyyatının yeni Azərbaycan dilindən Rus dilinə tərcüməsi, amma tələbələr tərəfindən, Şərqşünaslıq fakültəsinin tələbələr tərəfindən. Və qismət mən sizinlə əlaqə saxlamışdım. Sizin şeirinizdə mətbəxlikdə
artıq mənə göndəriblər, tərcümə olunub, bir neçə tərcümə və onun içindən mən yerləri verməliyəm onlara. Bu prosesləri Sankt-Peterburqda edirik. Amma dərdimiz böyükdür. Mən əslində qalsa bu axşam, daha doğrusu 1 saatdan sonra hava limanında olmalıyam, amma bu tədbirə gəlməyi özümə borc bildim. Çünki ürəyim doludur. Həm eşitmək istədim, sizinlə danışacaqsınız, həm də bəzi fikirlərimi demək istədim. Birinci, məncə körpələrdən başlamaq lazımdır. Məncə cizgi filmlərindən başlamaq lazımdır. Bu çox önəmlidir. Çünki mən rayonda, daha doğrusu anam, qardaşım kənddə yaşayır, Tovuzda. Tovuzu bilirik, yəni Türk bölgəsi, belə deyək də, ləhcə ilə də danışırlar. Mən bir dəfə bir yayda bizim bildiyimiz yer kökünü göstərdim. Ana, bu nədir? Dedi, markov. Uşaqdan soruşdum, bu nədir? Dedi, havuç. Bəlamız budur. Böyüyümüz rusca ona markov, amma kökdür bu, kök. Hər üzünə kökdür. Yəni, hər baxımdan kökümüz əldən gedir. Kimisi buna markov deyir, kimisi buna havuç deyir. Və markov deyərlərlə necəsə mübarizə, necəsə var. Amma havuçlarla da mübarizə lazımdır, yəni dırnaqda deyim. Bunun üçün ən yaxşı yol mənim fikrimcə cizgi filmlərdir. Çünki mən deyəndə ki, Azərbaycanca cizgi filminə bax, deyirlər hansına, göndər baxaq. Mən Azərbaycan dilini tədris edirəm orada. Həm ali məktəbdə tədris edirəm, həm individual olaraq tədris edirəm. 5 yaşından 70 yaşına qədər. Müxtəlif yaş səviyyəsində var. Və o 5 yaşındakindən hərf öyrədə bilmirsən. Ona necəsə dil öyrətməlisən. Bunun üçün cizgi filmi lazımdır. Minimum səviyyədədir. Çox az səviyyədədir. Səviyyəsi var, azdır. Və mətnlər. Mətnlər də, məsələn, Zahid Xəlilin mətnləri Azərbaycan dilli uşaq üçün uyğundur. Amma Azərbaycan dilini öyrənən, məsələn, rus dilli uşaq üçün o qədər də uğuru olmur bəzən. Bunun üçün də mən bir xallı hekayələr kitabı yazdım, nəşr olundu. İkincisi artıq nəşriyyatdadır, o da nəşr olunacaq. Yəni, məhz onlar üçün nəzərdə tutmuşam. Ümumiyyətlə, demək, vaxtımız da çox məhduddur, çox da vaxtınızı da almaq istəmirəm. Onu demək istəyirəm ki, nəinki Azərbaycanda, xaricdə də bizim Azərbaycan dilini yaymaq baxımından, təbliğ eləmək baxımından, öyrətmək baxımından da problemimiz kifayət qədər, ya problem mi deyim, ya da görməli olduğumuz işlər, qarşımızda duran işlərin səviyyəsi lap çoxdur. Mən çox ümid edirəm ki, mən bilirəm, adətən orada görülən işləri orada həll eləmək istəyirəm. Bura yük salmaq istəmirəm, çünki buranın da öz problemləri var. Amma təbii ki, buranın dəstəyi, yəni Azərbaycanın dəstəyi olmadan da mən orada da, yəni çox da qol-qanat da aça bilmərəm. Buranın dəstəyi mütləqdir mənim üçün. Ona görə də həm istəyərəm içdən, həm ümumiyyətlə körpələrdən başlayaq Azərbaycanda, həm də xaricdə bu dilimizi təbliğ etmək, öyrətmək baxımından işlər görək. Çox sağ olun, hamınıza təşəkkür edirəm. Hörmətli Elnarə xanım, Seyfəddin bəy, auditoriyada bizi dinləyən, qulaq asan, reaksiya verən, arzularını, təkliflərini bizlə bölüşən hamınıza çox sağ olun. Ümid edirik ki, bu söhbətin belə bizim o istədiyimiz ünvanlarda əks sədası olacaq. Çox sağ olun. Çox sağ olun.